Rəcəb ayı barəsində gələn xüsusi ibadətlər barəsində gələn hədislərin hamısı uydurmadır. Rəcəb ayı barəsində xüsusi oruç tutmaq, Rəcəb ayı barəsində xüsusi namazlar, xüsusi ibadətlər, kandil gecələri, rəqaib kandili, filan kandili, bu barədə heç bir şey səhih dəlil yoxdur. Həmçinin heç bir məzhəb kitablarında, fiqh kitablarında bu barədə heç bir dəlil, sübut yoxdur. Sadəcə bunlar sonradan insanlar arasında uydurulub. Bəziləri deyirlər ki, mən burada xeyr edirəm. Nə var ki burada? Din məsələlərində, ibadət məsələlərində Allah və Rəsulunun dininə baxmaq lazımdır. Yəni, hər bir insan özündən ibadət uydura bilməz. Özündən nəsə ibadət deyilə bilməz. Onun gibi buyuruyor Peyğəmbər hədis-i şərifdə, kim bir əməl edərsə, onun etdiyi əməl bizim buyruğumuza uyğun deyilsə, o rədd olunur. Yəni, nə qədər insan etsə də bidət əməl qəbul olunmaz, rədd olunur. Ona görə də Rəcəb ayı barəsində heç bir şey, səhih hədislər gəlməyib. Yəni, xüsusi oruc, Rəcəb ayını hamısı orucdan keçirmək, qandil gecəsi, rəqaib gecəsi, filan gecə, həmişəki kimi oruclarımızı tuta bilərik. Bir həftənin birinci, dördüncü gün tutduğumuz oruclarını tuta bilərik. Həmişə qıldığımız gecə namazları qıla bilərik. Həmişə etdiyimiz ibadətlər. Xüsusi olaraq Rəcəb ayına görə niyyət edib oruç tutmaq, niyyət edib xüsusi bir namaz, ibadət, zikir, bu barədə heç bir səhih hədis yoxdur. Bunlar hamısı uydurmadır və bidətdən çəkinmək lazımdır. Çünki dinimizdə buyurulan səhih hədislər kifayətdir bizlərə. Amin.